vaxtınız xeyir əziz tamaşaçılar və dəyərli izləyicilərimiz. Hər birinizi İkisal İnternet Televiziyasının efirindən salamlayıram. Bizimlə siyasi baxış verişini izləyirsiniz. Əziz tamaşaçılar, 15 iyun Azərbaycan tarixində yeni bir səhifənin yazıldığı gündür. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizin parçalanma, xaos təhlükəsindən qurtulduğu, sabitlik, inkişaf yoluna qədəm qoyduğu bir gündür. Milli qurtuluş bugünkü güclü Azərbaycanın təməlidir. Elə bu barədə studiyamızın qonağı ilə həmsöhbət olacaq. Studiyamızın bugünkü qonağı Milli Məclisin Ailə, Qadın, Uşaq Məsələləri Komitəsinin sədr müavini Jalə Əliyevadır. Xoş gəlmişsiniz Jalə xanım. Çox sağ olun, xoş gəldiniz. Təşəkkür edirəm dəvət üçün. Çox sağ olun Jalə xanım. 15 iyun Qurtuluş günü adlanır. Məhz bu günün Qurtuluş adlandırılmasında hansı tarixi və simvolik belə desək dəyərlər dayanır? O dövrün siyasi mənzərəsini necə təsvir edərdiniz və bildiyimiz kimi 1993-cü il siyasi böhran fonunda Azərbaycan hansı fəlakətlərin astanasında olduğunu və Heydər Əliyevin gəlişi ilə hansı bir dəyişikliklərin baş verdiyini necə xarakterizə edərdiniz? Təşəkkür edirəm. Biz tariximizin çox əhəmiyyətli gününə yaxınlaşırıq. Müasir Azərbaycan tarixinin 15 iyun təqvim gününə yaxınlaşırıq və çox maraqlıdır ki, illər sonra biz eyni gündə Şuşa bəyannaməsini imzaladıq və ona görə də bu tarix bizim üçün iki qat dəyərlidir, iki qat əzizdir, iki qat qürur vericidir. Və əgər 15 iyun Qurtuluş günündən danışırıqsa, düşünürəm ki, bu gün öz başlanğıcını Azərbaycan xalqının böyük oğlu Ulu Öndər Heydər Əliyevin xalqının istəyi ilə, tələbi ilə, təkidi ilə Bakıya qayıtdığı və hakimiyyətə yenidən gəldiyi gündən başlayır. Yəni, belə deyim, Heydər Əliyevin böyük qayıdışından başlayır. Bu böyük qayıdış hakimiyyətə qayıdış, ölkəyə qayıdış, xalqa qayıdış, qurtuluşumuzun təməlini qoydu, əsasını qoydu. Və bu iki məfhum bir-biri ilə çox üzvü bir şəkildə bağlıdır. Əgər o qayıdış olmasaydı, qurtuluş olmayacaqdı. Yəni, sözün əsl mənasında bir sıx şəkildə əlaqəlidir. Bir mənalı olaraq, yəni Heydər Əliyev 20-ci əsrin sonlarında, son 10 illiyində, 1993-cü ildə bütöv bir xalqı, bütöv bir ölkəni, dövləti yox olmaqdan, parçalanmaqdan, dünya xəritəsindən silinməkdən, özbaşınalıqdan, yəni belə deyim də, tamamilə yox olmuş bir iqtisadiyyat, bir sənaye, ordu, büdcə, beynəlxalq münasibətlər, yəni bütün bunları yenidən ayaq üstə qaldıran və ölkəsinin xalqı